Ötən gün dəmir yolunun Xaçmaz çarxı sahəsində yerləşən qorunmayan keçiddə qısa zaman kəsiyində qeydə alınan iki yol nəqliyyat hadisəsinin təhlili hələ də bu sahədə sürücü intizamının qənaət bəxş olmamasından xəbər verir. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Belə ki, 29 aprel 2026-cı il tarixində saat 09:00 radələrində Xaçmaz şəhər sakini Talih İsmayılovun idarə etdiyi Toyota markalı avtomobil dəmiryol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub. Bundan bir qədər sonra saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlı Qoba kənd sakini Tariyel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib. Aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də nəqliyyat vasitələrinin reyslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması sonda qəzaları qaçılmaz edib. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır. Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər.